Salam hörmətli izləyicilər, bu günlərim mən Kənan Zülfüqarov Kürdəmir rayon təşkilatı olaraq bu günlərim hamı bilir ki, dünən Ramazan bayramı idi və bu münasibətlə də hər bir insan öz ölülərim ziyarət edir. Bax, mən Qarasu qəbirstanlığındayım. Bu günlərim həmin şəhidlərimizdən Qarasu torpağında da uyan şəhidlərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin və şəhidlərimizin şərəfinə tikilən kümməzə daxil oluram. Burada Kürdəmir rayonunda Qarasu kəndində də 8 şəhidimiz olub. Həmin şəhidlərin hal-hazırda 4 nəfəri burada dəfn olunub. Şəhidimiz, müəllimimiz Qoşqar Ömərov, Elnur Abuşov, şəhidimiz Elvin Ömərov və antiterror əməliyyatında şəhid olmuş Vüsal qardaşımız, Vüsal Əhmədov həmin bu kümməzdə dəfn olunub. Bax, bu kümməzdə onların şərəfinə valideynlər tərəfindən Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlərimizin ruhu şad olsun. Hal-hazırda indi burada mən indi orada bir dənə də şəhidimiz var, onu gedib çəkirəm. Bu şəhidimiz də Ramil Quliyevdir. Məlumat üçün bildirirəm ki, Şiryan kəndində 21 şəhid var. Yəni 21 şəhiddən antiterror əməliyyatından bir antiterror əməliyyatın şəhidimiz var, Vüsal qardaşımız. 7 dənə də 44 gün şəhidimiz var. Onlardan 5 nəfəri yəni Şiryan qəbirstanlığında, yarın Qarasu qəbirstanlığında dəfn olunub. Hal-hazırda da mən onları ziyarət edirəm. Hörmətli izləyicilər, qeyd edeyim ki, bizim itkin şəhidlərimiz də var. Bax, qəbri olmayan şəhidlərimiz öz analarının, yəni ya atalarının belə yanında öz şəkillərin vəsinə əsasən vurublar. Bu Viqar qardaşımız, itkin qardaşımız. Allah itkinlərimizdən də bir xəbər gətirsin inşallah. Gözləri yoldan yığışsın, çünki onların anaları görmədən ama qardaşları bu xəbəri eşitsin inşallah. Hörmətli izləyicilər, bir qeyd elədim. Bax, bu da Ələndər Ömərov qardaşımızdır. O da anasının vəsi ilə anasının daşına həkk olunub. Yəni Allah rəhmət eləsin, bunlara da xəbərlər çıxsın. Yəni əminin də, əmgil də o xəbər eşitsin inşallah. Bu da bizim şəhidimiz, yəni fəxri ilə nəsə oğlanlarımızdan biri olan 1992-ci ildə şəhid olmuş Şiryanın ilk şəhidi Elxan Zülfüqarovdur. Burada yatan və bütün Kürdəmir rayonunda yatan, Azərbaycan xalqının torpaqlarının uğrunda canın qoymuş, Azərbaycan torpağında uyan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qəbirləri nurla dolsun, yerləri cənnətdir inşallah. Yenə də cənnətin ən gözəl yerləri onlara nəsib olsun. Əl-Fatihə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Er-Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal mustakîm. Sıratellezîne en'amte gayr mağdûb aleyhim veleddâlîn. Amin ya Rabbi.